Uşaqlar. Sağ olun. Bugünkü qonaqlarımızı da salamlayaq. Bugünkü dərsimiz bir nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən keçirilən qəhrəmanlarımızı tanıyaq layihəsi çərçivəsində Azərbaycan ordusunun sərhəd qoşunlarının hərbi pilotu Abbas Qasımova həsr olunub. Biz hər birimiz bilirik ki, 44 günlük müharibə zamanı 3000-dən çox əskər və zabitimiz həlak olub. Gəlin bir dəqiqəlik sükutla onların hər birinin xatirəsini yad edin. Uşaqlar, biz hər birimiz bilirik ki, 30 ildən artıq müddətdir ki, bizim torpaqlarımız düşmən tapdağı altındaydı. Buna baxmayaraq bütün dünya bu haqsızlıqlara susurdu. Müzəffər ordumuzun və Ali Baş Komandanımızın düzgün siyasəti nəticəsində 44 gün ərzində torpaqlarımız geri qayıtdı. Və biz hamımız sizinlə birlikdə bu günləri, bu tarixi günləri yaşamışıq. İndi mən istəyirdim ki, müharibə barədə mən sizə suallar verib, 44 günlük müharibə barədə, çünki bu tarixi günləri hamımız birlikdə yaşamışıq və siz də bu müharibə barədə hər tərəfli məlumatlısınız. Amma yenə də biz tariximizi yaşatmaq üçün, yadımızda saxlamaq üçün, hər bir zaman bu dövrü xatırlamaq üçün sizə suallar verməliyik. Kim mənə deyər, müharibə nə zaman başlamışdı? Hüseyin, bir zəhmət onu sorur. 2020 sentyabr. Sentyabrda başlamışdı. Bəs müharibənin başlanmaq səbəbi nə idi uşaqlar? Ərazi. Nərgiz, dur qızım. Ərazi bütövlüyümüzün bərpa olması üçün. Düzdür, əyləş. Bizim rəşadətli ordumuzun apardığı döyüş əməliyyatları necə adlanırdı? İlhan, dur bir görüm. Dəmir yumruq adlanırdı, düzdür. Bəs bizim bu müharibədə simvolumuz nə idi? Gülər deyə bilərsən? Xarı bülbül. Xarı bülbül adlanırdı, düzdür. Bu qələbəni biz uşaqlar canımız və qanımız bahasına əldə etdik. Qısa ömürlərini şəhidlik tacı altında taclandıran bizim oğullarımız elə bir tarixdə elə bir cəsarət göstərdilər ki, onlar bizim gələcək nəsillərimizə bir örnək oldular. Belə oğullarımızdan biri də Abbas Qasımov idi. Gəlin onun həyat və döyüş yolu ilə yaxından tanış olaq.
da Azərbaycana qaçmağa məcbur qaldılar. O bir çox sahədə vətəninin dərdini çəkən oğlu idi. Vətənin nə demək olduğunu ən yaxşı o bilirdi. Bir dəfə o demişdi ki, bunu heç vaxt unutma. Əgər bir millət silah gücünə bir yerdən didərgin salınırsa, demək ora onun əsl torpağıdır. Bil ki, o millətin əlindən alınan torpaqla bağlı planları var. Mayor Abbas Qasımov o torpaqlara bir addım yaxınlaşmaq üçün canını verdi. Azərbaycan ordusunun sərhəd qoşunlarının mayoru olan hərbi pilot Abbas Qasımov 2020-ci il sentyabrın 27-sində başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşdə savaşır və baş leytenant Xalid Gözəlovla birlikdə şəhid olub. İkinci şəhidlər xiyabanında dəfn olunub. Ailəli şəhidimizdən vətənə əmanət 2 övladı qalır. Düşünün ki, Abbas Qasımov neçə illik həsrətdən, neçə igid qəhrəman, neçə qanlı və şanlı gecədən, sarsılmaz bir iradənin, qorxusuz bir komandanın Ömür yaşamış qəhrəmanımızın həyat hekayəsindən sonra gəlin birlikdə şeir kompozisiyasını dinləyək. Sən igid ordunun cəsur şahini, ilk döyüş günündə mərdlik göstərdin. Məhv edib səmadan nankor xaini, oldu cəhənnəmə sakin göndərdin. Atasız böyüyüb 6 yaşından balan kimi sevdin hər bir əskəri. Mərmilər yaxsa da daim başından, döyüşdən heç zaman dönmədin geri. Sənə ana oldu, həm də ki ata, nə günlə böyütdü o mətin adın. Yurdun dar günündə çatdın imdada, tarixə əbədi yazıldı adın. Sənin şəhidliyin orduya örnək, söylə, basılarmı vətən torpağı? Oğullar böyüyür, evində şir tək, hər biri yenilməz, düşmən toxmağı. Şəhidlər ölərmi, yaşayırsan sən, yenə qoruyursan ana yurdunu, müqəddəs ruhunla ulu göylərdən, zəfərdən zəfərə səslə ordunu, əncin səmalardan bir şimşək kimi, düşmənin başına çaxan Abbasım, igid qazan kimi, ərbabət kimi, ölümün gözünə baxan Abbasım. Millətimin fəxridir, haqqa gedən yoludur. Koroğlunun qılıncı, Babəkimin qoludur. Müstəqillik günəşi, azadlıq simvoludur. Seyr elə igid əskər, dalğalanan bayrağı, 3 rəngli göy qurşağı, Azərbaycan bayrağı. Azadlığın yanğısı alışar sönməz dedi. Millətim haqq yolundan heç zaman dönməz dedi. Bir dəfə qalxan bayraq bir daha enməz dedi. Endirməlik bir daha işıq saçan bayrağı, 3 rəngli göy qurşağı, Azərbaycan bayrağı. Müjdə ver ulduza, müjdə ver aya, bu nə bir xəyaldır, nə də ki röya. Eşitsin kainat, eşitsin dünya, biz qalib ölkənin vətəndaşıyıq. Düşmən hiqqəsində alışıb yansın, bu 3 rəngli bayraq hey dalğalansın. Millətim özünü qoy xoşbəxt sansın, biz qalib ölkənin vətəndaşıyıq. Müzəffər ordunun şanlı əskəri, ərənlər yurdunun ər övladıyam. Zalimin zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hür övladıyam. Ustadım Nəsimi sözümüz sözdür, ədalət həqiqət bağrımda közdür. Ziyadar dühası bir deyil yüzdür, Mövlanlar yurdunun nur övladıyam. Qarabağı işğaldan azad etdi igidlər. Heç zaman unutmarıq tarix yazdı şəhidlər. Deməli uşaqlar, bugünkü dərsimizdə bizim ən dəyərli qonaqlarımızdan biri kifayət müəllimədir, İradə xanımdır.
Və biz bu günləri bu qəhrəmanımızı böyüdən, onu bu ərsəyə gətirən Kifayət ananı istəyərdim ki, uşaqlar Kifayət ana öz sözlərini desin. Uşaqların necə öz övladına qəhrəmanlıq hisslərini, vətənpərvərlik hisslərini aşılayıb, istəyərdim ki, biraz o barədə danışasınız. Kifayət müəllimə, bilirəm siz üçün çox çətindir, amma siz örnək analardansınız və örnək övlad böyütmüsünüz. Siz özünüz dediniz, xoşbəxtsiz ki, siz azad Azərbaycanda yaşayırsınız. Mən indi Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzulayıram. O qazilər ki, şəhidlərimizi axırıncı görən onlar olub. Qazilərimiz bizim üçün canlı şahid və şəhiddirlər. Onlar bizim şəhidlərimizin axırıncı vaxtlarını gördülər. Qucaqlarında şəhid oldular. Kimi anasını tapşırıb, kimi vətənini tapşırıb, kimi torpağını tapşırıb, kimi balasını tapşırıb, kimi yalvarıb ki, qoyma ölüm. Kimi saxladığı iti belə tapşırıbdır ki, anama denən itimə ac qoymasın. Bu şəhidlərin hamısı, bunların hamısını qazilər danışır. Siz qaziləri də yaddan çıxartmayın. Çox sağ olun ki, sizə minnətdarım. Birinci müəllimənə, sonra sizə minnətdaram ki, bu dərsdə əziyyəti olan hamıya təşəkkür edirəm. Şəhidləri unutmursunuz. Tarixi siz yazmalısınız, uşaqlar. Bu 3000-dən çox şəhidin bəziləri yazılır tarixdə, amma bəziləri yazılmır. Bu bəzilərini siz yad eləməlisiniz. Siz də gələcək nəsilə çatdırmalısınız. Mən Abbas haqqında siz danışdınız, mən çox şey danışaram. Axşama qədər çəkər. Mən Abbası itirmədim. Mən Abbası qazandım. Mən 30 illik dostumu itirdim. Yol yoldaşımı itirdim. Sirdaşımı itirdim. Mən Abbası itirmədim. Abbas həmişə bizimlədir. Həmişə Abbası görürük, sabahın xeyir deyirik, yemək yiyəndə nuş olsun deyirik, həmişə yanımızdadır. Amma mən itirdiyimi itirdim. Siz Abbası yaşadırsınız, ona görə deyirəm, Abbas ölmədi, şəhid olmadı. Şəhidlər deyirlər, şəhidlər ölmür. Şəhid olmasa da vətən olmur. Siz xoşbəxtsiz ki, azad torpaqda yaşayırsınız. Yenə də çox sağ olun. Mən çox söz demək istəmirəm. O deyib, qəmli notlara toxunmaq istəmirəm. Bəli, bizi bu şəraiti yaratdığına görə həm İradə xanım təşəkkür edirəm, həm də sizə ki, gəldik, iştirak elədiniz. Bu çox fərqli bir dərs oldu. Həm uşaqların ömrü boyu yadında qalacağı, həm də ki, biz hər dəfə istəyirik ki, indi Abbas Qasımov bilirlər Kifayət müəllimənin oğludur, amma daha dərindən tanıdılar bu dərsdən uşaqlar onu. Daha dərindən öyrəndilər. Basın ardından bu xarı bildir, mən sizə verirəm. Çox sağ olun. Elə baxma şəkildən, gülüşü itən şəhid, atası qazi şəhid, anası vətən şəhid, soyadın Qasımovdur, adın da Abbas sənin, vətən məhəbbətindən qiymətin zəfər sənin. Tanıyıram, əbədi yadda qalan birisən, birdən-birə böyüyü, vətən olan birisən. Həmişə zəfər günü uzalasan bayrağım. Sən ucal ki həmişə qələbə bizimlə olsun. Bayrağım, sən ucal ki xalqın qürurlu olsun. Ey qəhrəman igid ana, yaşayacaq tarix boyu. Böyütmüsən igid oğul. Fəxr edirik biz Abbasla, fəxr edirik biz sizinlə.
nümunə dərsi uşaqlarla hazırlamısınız. Əlbəttə bu uşaqların yadında ömürlük qalacaq. Kifayət müəllimə, sağ olun ki, belə oxudu öyrətmişsiniz. Sağ olun ki, uşaqlarımıza bugün bu sözləri dediniz. Biz neçə vaxtdır, neçə ildir Kifayət müəlliməni dindirmək istəmişik. Həmişə onun əsən tellərinə toxunmamaq üçün dindirməmişik. Həmişə demişik, Kifayət müəllimə söz deyim, deyib deyə bilmirəm. Bugün dediyi sözlərə görə minnətdarlığımı bildirirəm. Onu demək istəyirəm ki, Kifayət müəllimə, Abbas sizin oğlunuz idi. Sizin sirdaşınız idi. Amma indi Abbas bütün xalqımızın oğludur. Allah rəhmət eləsin. Şəhidlər ölməz, vətən ölməz.